Bu əraziləri qanunsuz özəlləşdirən məmurlara sərt cəza xəbərdarlıq edilib bununla bağlı. Dəniz sezonuna az qalıb və bəzi məsələlər yenidən gündəmə gəlir. Əsas problemlərdən biri Xəzər sahilində ödənişli çimərliklərin sayında ciddi artımın müşahidə olunmasıdır. Adətən bəzi özəl obyektlər sahil zolağını zəbt edir, insanlara 4-5 dəfə baha xidmət təklif edirlər. Bu da istər-istəməz narazılıq yaradır. İddialara görə bələdiyyələr sahil zolağını sahibkarlara icarəyə verirlər. Özəl çimərliklərə də dövlət tərəfindən nəzarət edilmir və batma hallarında məsuliyyət daşıyan olmur. Yeni mövsümdə də oxşar halların təkrarlanmaması üçün hansı addımlar atılmalıdır? Bu məsələ necə tənzimlənməlidir? Siyasi şərhçi Heydər Oğuzun fikrincə dövlət qurumları çimərliklər məsələsinə yenidən baxmalıdırlar. Dəniz sahillərinin özəl çimərlik və ya daça adı altında çəpərlənməsi daha doğrusu ilk növbədə vətəndaşların konstitusiyon hüququnun məhdudlaşdırılmasıdır. Məlumdur ki, Konstitusiyanın 37-ci maddəsi hər kəsin istirahət hüququ olduğunu bildirir. İstirahət hüququ təkcə gündə 8 saatdan artıq işləmək, istirahət və ya bayram günləri evdə qalmaq, ildə ən azı bir dəfə ödənişli məzuniyyətə çıxmaq imkanı demək deyil. Həm də istirahət saatlarında ictimaiyyətə açıq yerlərdə gününü keçirmək, parklarda gəzmək, dağlara çıxmaq, çimərliklərdə üzmək və ya özünü günə vermək imkanları da deməkdir. Azərbaycanda isə Xəzər dənizinin bütün sahilləri ya iri məmurlar tərəfindən çəpərlənir, ya da özəl çimərlik adı altında pullu xidmət göstərilir. Belə çıxır ki, Azərbaycan vətəndaşları öz istirahət hüquqlarını pulla satın almalıdırlar. Ya ömrü boyu işləyib qazana bilməyəcəyi pulları verib daça almalı, ya da kimiləri isə çəpərləyib özəl çimərliklər adlandırdığı yerləri bir neçə saatlığa kiraya götürməlidir. Halbuki pulla əldə olunan ayrıcalıq, imtiyaz, hüquq sayıla bilməz. Hüquq sənə verilən haqqın pulsuz təmin olunmasıdır. Bizim ölkəmizdə isə pulsuz çimərlik demək olar ki, yoxdur. Heydər Oğuz deyir ki, üstəlik təbiətin bütün insanlara bəxş etdiyi nemətlərin kimilərsə tərəfindən mənimsədilməsinə və bundan qazanc əldə etməsinə imkan verilə bilməz. Qazanc yalnız insanların öz əqli və fiziki əməyi ilə əldə etdiyi dəyərlər olmalıdır. Məhz bu səbəbdən də təbiətin yaratdığı nemətlər ölkə vətəndaşlarının ümumi sərvəti sayılmalıdır. Çimərliklər isə, daçalar isə sözsüz hansısa fərdlər tərəfindən yaradılmayıb, sadəcə mənimsənilib. Bir çox hallarda bu mənimsəmələr həmin yerləri qanunsuz ələ keçirənlərə, məmurlar arasında yaşanan sövdələşmələr əsasında həyata keçirilir. Bunun adı isə ən yaxşı halda korrupsiyadır. Elə bu səbəbdən də çimərlik və daçaların hasarları sökülməli. Onlar bütün vətəndaşların pulsuz istifadəsinə verilməlidirlər. Kimlərsə çimərlik sektorunda pul qazanmaq istəyirsə, bunu öz xidmətləri sayəsində qazanmalıdır. Məsələn, deyək ki, istəyənə çay, dondurma sataraq, yaxud xüsusi qaydalarla ekskursiyalar təşkil edərək bundan qazanc əldə eləyə bilərlər. Amma sırf çimərliklərə girib, orada istirahət edənlərdən haqq istəmək yol verilməzdir. Bələdiyyələrin işinə gəldikdə isə siyasi şərhçi bildirib ki, onlar bu işi təşkil etdiklərinə görə kiminsə əlinə baxmamalıdırlar. Çünki insanların istirahətini təmin etmək onların bir nömrəli vəzifəsidir və bu vəzifəni yerinə yetirmək üçün o postlara seçilirlər deyə ekspert Heydər Oğuz bildirib. Çimərliklərin pullu olması, çimərliyə girəndə pul ödəməyə məcbur olmanı və yaxud da ki, çox kiçik bir çətir altında oturmaq istəməyin, bəli, sənin cibinin pulu hesabınadır. O ki, qaldı dəniz kənarının özəlləşdirilməsi. İndi Heydər Oğuz təklif edir ki, yəni bu pullu ola bilməz. Amma gəlin, biz bu məsələdə məmurları da anlayaq, məmurları da başa düşək. Ancaq özümüzü düşünməyək. Baxın, əgər bir məmur 9.000 yığıbsa, onu 10.000-ə çatdırıb, o paçka deyilik də, pul paçkası, onun belini qəşəng rezinlə bükmək istəyirsə, bunu necə bükməlidir? İmkanı var bugün dəniz qırağında müəyyən bir ərazini zəbt eləyir. Və ora gələnlərə deyir ki, bu çətri sənə 15 manata verəcəm. İstəyirsən otur, istəyirsənsə də ki, günün altında canın çıxsın, təpəvə vursun gün. İstəyirsənsə də ki, günün altında
Təbii ki, ağlı başında olan adam da deyir ki, 35 dərəcə 40-a yaxın istidə eybi yoxdur. Canı çıxsın, amma günün altında çıxmasına eybi yoxdur. Heç olmasa sərinlikdə cibimdən çıxardıb gücünən verdiyim 15 manatın hesabına 2 saat da olsa o çətirin altında dincəlim. Əslində mən bizim pullu məmurlarımızı və pullu daydayları çox gözəl başa düşürəm. Onların qəribə bir adəti var. Hər gün olmasa da, amma 3 gündən bir bu 10.000 tamamlanmalıdır və bu 10.000-lər üst-üstə yığılıb milyonlar olmalıdır. İndi bu kimin hesabına yığılacaq, nə tər yığılacaq, nə tör yığılacaq, hansı kasıbın cibindən çıxacaq? Siz inanın ki, bir gün biz eşidəcəyik ki, Xəzər dənizini kiminsə dədəsi yaradıb. Bir gün bunu çıxıb deyən məmur mütləq şəkildə tapılacaq və yaxud da ki, bir neçə məmurlar yığılacaqlar bir yerə və belə bir şok açıqlama verəcəklər ki, bəs Xəzər dənizini də bizimkilər yaradıblar. Hələ sevinin ki, o suya girmək üçün sizdən pul almırıq. Birazdan Xəzər dənizinin bu hissəsi təmizdir. Bu hissəsinə girmək üçün də 10 manat ödəyəcəksiniz. Deyəni də görəcəyik. Çünki əgər bugün sahil zolaqları zəbt olunursa, bircə pulsuz olan dənizimizdə artıq ona da pulsuz gedə bilmirik. İndi birazdan ümumiyyətlə, məsəl üçün mən Sumqayıtın dəniz qırağında müşahidə edirəm. Ora gedəndə görürəm artıq hazırlıqlar başlayıb. 4 dənə taxta vururlar, sonra o taxtaların arasına da bir 4 dənə, 5 dənə taxta qoyacaqlar və salam, bu nə oldu ki? Bu balaca bir şey oldu da, gəlib oturacaqsan və yaxud da ki, orada nə bilim dənizdə üstündə uzanmağın üçün. Nədir o? Ağ nəysə də, nəysə ki. Qoyacaqlar, orada da bir zontik açacaqlar. Vəssalam, bu yer pullu oldu. Çünki indi də deməyim, artıq bir aydan çoxdur ki, bu prosesə başlanılıb bu prosesə. Artıq ayağımızı suya vurmaq üçün də bizdən pul istəyəcəklər. Bəli, bugün məmurlar öz qazanclarını başqa cür qura bilmirlər. Bugün yerləri zəbt etməklə qururlar. Və deyilir ki, belə bir adamlar üçün cərimə olunmalıdır. Biz bunu kimə deyirik? Bələdiyyəyə deyirik. Yoxsa hər hansı icra hakimiyyətində kimə deyirik ki, bunun üçün cərimə olunmalıdır? Cərimə edən şəxslər ümumiyyətlə qoymazlar orada insanların haqqına girməyə. Valla mən heç, nə bilim, valla belə bir şey, bu yaxınlarda biz Türkiyəyə səfər etmişdik, Alanya'da gördüm mən, amma heç orada ayağımı suya vurmaq üçün və yaxud da ki, özünün belə deyək də, o uzanan stolu gətirib ora qoymaq üçün heç kim səndən pul istəməz. Bəli, xidmətdən istifadə eləyərsənsə, bu başqa bir məsələdir. Və yaxud da ki, bizim olduğumuz yerdə heç kim demədi ki, bu ərazi, bu sahili biz almışıq. Hansı ki, orada da dəniz qırağında, xüsusi o uzanmaq üçün olan, bilmirəm nədirsə onun adı, onlar da, o dəniz çarpayları deyək də, indi bilməm hər nədirsə. Onlar da məsəl üçün pulla qoyulur, o açılan çətirlər də pulla qoyulur. Amma ki, məsəl üçün tam onun yanında gətirib özün öz çətirivi qurub otursan, heç kim orada gəlib sənə demir ki, yox, buranı mən almışam. Yəni, ora sadəcə insanlara xidmət etmək üçün. Amma bizimkilər deyir ki, mən buranı almışam. Amma nətər alıbsa bu dənizin qırağındakı bu sahili, qumu, çınqılı daşı necə alıblarsa bu maraqlı bir məsələdir. Bu da bizdən mümkündür. Hansısa məmur bəli gəlib yenə dənizi yarısına qədər də ala bilər. Necə deyərlər də puluna minnət. Pulun var, dənizin bir hissəsini hasarla. Sənə hansısa bələdiyyə, hansısa icra hakimiyyəti və ərazi üzrə cavabdeh olan şəxs gəlib deməyəcək ki, gözün üstündə qaşın var. Deyəcək, yaxşı eləyirsən, pulun var elə. Amma insanların heç də bir çoxu gedib hansısa rayonlarda istirahət etmək imkanına malik deyirlər. Ona görə də bir dənizləri var. Heç olmasa ora üst tuturlar. Oradakı hərəviz bir 3 manatlıq çətir bastırıb bu yeri sənə 15 manata verirəm deməyin. Ötən günlərdə belə bir şey dedilər. Bizim qazimiz bu tam dəqiq yerini demədilər. Bu dənizin hansı sahilində də belə deyə, hansı əraziyə düşən sahilidir. Deyir, bir qazi gəlmişdi, orada istirahət etmək istəyirdi, oturmaq istəyirdi, ayaq üstündə dura bilmirdi. Deyir, o dənizin kənarında o obyekt işlədənlər də kimsə deyib ki, 15 manat verməlisən oturmaq üçün. Çünki hamımız bilirik də, bu çətirin altının qiyməti var.
Deyir qazi deyib ki, pulum yoxdur, deyim yəni üzürü say, pulun yoxdursa otura bilməzsən orada. Ürəyimdən keçdi ki, kaş ki mən orada olardım, amma çox-çox təəssüf ki olmamışam. Mənə deyən adama dedim ki, təpkiniz nə oldu, filanınız nə oldu? Deyir, heç nə, sakit-sakit baxdıq. Məsəl üçün mən olsaydım sakit baxmazdım da. Çox kəskin bir irad bildirərdim ki, bildirməliyik. Yəni bugün əgər biz qaziyə belə deyiriksə, onda bizə əlbəttə ki, o 15 manatlıq çətiri havayı heç kim verməyəcək. Qoymayacaqlar ki, qarpızımızı vuraq qoltuğumuza, palazımızı da götürək. Gedək qumun üstündə ataq da. Buna görə yəni niyə kiməsə pul verməliyəm ki? Ərazi mənimdir. Necə sübut eləyə bilərsən ki, ərazi səndir? Kiməsə pul vermirsənsə, qeyb ona deyərsən. O gələndə həmin yerin pulunu ondan alarsan. Amma mənim üçün bura sahil zolağıdır, bura qumluqdur və mən evimdə Nuh əyyamından qalma palazı götürüb aparıb orada satıb, qarpızımı, pendirimi yeyib dənizə baxmaq istəyirəm. Bunu kimsə məndən məhdudlaşdıra bilməz. Siz obyektinizin yerinə ala bilərsiniz. Siz amma orada olan qumluğa hərəniz bir çətir qoyub, yəni buranı 15 manata verirəm deyə bilməzsiniz. Əslində deyirsinizsə demək ki, deyə bilərsiniz. Sadəcə mən buradan deyirəm ki, məsələn, deyə bilməzsiniz. Tək bu mənim fikrim deyil. Ötən günlərdə Sevinç Selman qızı həmkarım da Müsavat TV-nin efirində də belə bir şeylər elədi. Dedi, axtarıram ki, ən ucuz oteli tapım ki, heç olmasa 2-3 gün gedim istirahət edib. Deyir, başa düşürəm ki, ümumiyyətlə Azərbaycanda ucuz otel anlayışı yoxdur. Bizdə turizm sektoru bilirsiniz necədir? Mən hərdə məsəl üçün o qiymətlərə baxanda mənə elə gəlir ki, bizim hamımız milyonçuyuq. Sadəcə elə arada ağlayırıq ki, pulumuz yoxdur. Yox, bizim pulumuz var. Bizim pulumuz olmasa o zaman bu otellər filan bəyəməli Azərbaycanda ilin 12 ayı turist olur, dolu olur. Məsəl üçün, indi Qurban Bayramı ilə bağlı bəzi ərazilərdə çox yaxın insanlar var. Bizə hörmət eləyən insanlar var. Bizim hörmət etdiyimiz insanlar var. Deyirəm ki, bir yer tapın, heç olmasa 2 gün ailəmlə gedim ki, bir Qurban Bayramında mən də deyim keçirmişəm. Deyirlər, Səidə xanım, bir yer yoxdur, bir ay öncədən buron edilib hamı. Belə olan məqamda o zaman belə çıxır ki, həqiqətən də bizim imkanımız çoxdur. Yoxsa elə ərəblər də orada quzularını da vurublar qoltuqlarına, gəlib orada qurban mı kəsəcəklər? Bir boş otel tapılmadı da, xüsusən də qərb bölgəsi. Qaxdı, Oğuzdur, Şəkidir. Bir yer yoxdur orada, bir nömrə yoxdur ki, orada gedəsən, istirahət eləyəsən. İndi orada olanların hamısı milyonçulardırmı? Təbii ki, imkanı çox-çox yaxşı olanlar da var da. Məsəl üçün, çox yaxşı olanlar, məsələn deyirəm, gedərlər marxala, ən bahalı otelə, nisbətən ucuz olanlar da bilmirəm, başqa indi. Ondan indi ulduz cəhətdən aşağı olanlara gedərlər. Amma ki, məsəl üçün, belə baxırsan, otellərin dolmasına baxırsan, görürsən ki, yox, imkan pis deyil o qədər də. Amma artıq hər qarış torpağın satılması məsələsinə baxanda deyirsən ki, bizdə axı kasıb təbəqə də var. Bunlar da gelib dəniz havasından udmaq istəyirlər də. Elə hər səhər hamının səhər saat 5-də 6-nın yarısı dənizə getməyə imkanı yoxdur ki, deyəsən ki, o yodu qəbul edəsən gün təzə çıxanda, günəş təzə çıxandan və oradakı bir dənizin yodlu havası qalxır göyə, onu bir alasan. Birazdan o havanı da pullan eləyəcəklər. Deyəcəklər, burada təmiz hava, eksklüziv hava, sırf sizin üçün hava. Buranın havasını udmaq istəyirsənsə 10 manat verəcəksən və 1 saat o havanı alıb ciyərlərə çəkə bilərsən. Birazdan bunu da deyəcəklər. Çünki deyəcəklər ki, burada dənizin suyu təmizdir. Dənizin suyu təmizdirsə, demək ki, havaya da təmiz, nə bilim, yod qalxır və yaxud da ki, nəysə qalxır. Hər halda, yəni, belə bir şeyləri də görəcəyik artıq bizdə. İndi bunlar cərimələnəcəkmi? Ay, kimi alladırsınız siz? Ümumiyyətlə, bu xəbər kimə lazımdır? Çimərlik mövsümü başlayır, bilirik. Amma ki, çimməyi bacarana afərin, pulsuz yer tapa bilənə də lap-lap afərin.